Diqqətlə baxın, adına razı bakların yeni üsulundan yığılmağı. Çox adam buradan ortadan kəsir, kleylə, şurupla eləyir, biədəb görsənir, səliqəsiz görsənir və paltaryanın içindən iyi gəlmə ehtimalı var. Çünki purkley vurulur bura. Purkley də nədir? Su ilə təmas edəndə iyi verə bilir. Amma məndə elə yığılmır. Baxın, öz materialı ilə kəsilir, öz aparatı ilə tikilir. Bu ölkədə heç kimdə yoxdur. Bir dənə mənim servisimdədir. İkinci bir adam varsa gəlsin bu servizdə mənə göstərsin ki, bax mən də edə bilirəm. O ikinci adamı axtarıram hal-hazırda. Kim istəsə ustalardan da onlara da yığıb verə bilərim, müştərilərə də izah edirəm. Yəni kimin paltaryan paçenki dağılıbsa, adına razılıq baxdısa, yeni üsuldan yığıb verə bilərəm. Nömrəm səhifədə var. Görülən şey qarantiya verilir, heç bir problem olmur. Yorumlarda görürəm, gəlirlər, bəziləri yazır, belədir, elədir. İnanın ki, ən idealı, ən yaxşısı bu işi mən bir saata görüb qutarıram. Sizin bu bir günə kəsib, doğrayıb, kleyləyib, kleyini qurumağını gözlədiniz ki, mən bir saata qutarıram. Bir saat fərqə baxın. 24 saat ara, bir saat ara. Özünüzə yaxşı baxın.